Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Biz növbəti evimizə dəvət olunduq. Sanuz elimizdir və sanitar qovşağıdır. Burada sistem çəkilmişdi. Gördüyünüz kimi necə çəkiblər ortalıqla, belə desək, bərbad gündə. Burası sadəcə olaraq ev sahibinə dedim, dedi, ehtiyac deyil. Beton qatı qalın getdiyinə görə görürsünüz, qapımızın məsafəsi çoxdur. Burada bizim moydadır olacaq. Burada suşulkadır, orada kabinadır və unitazdır, BDS'dir. Prosto BDS'ni sağ tərəfə məsafə uzaq olduğuna görə sola qoydum. Düzdür, əsasən qalınla sağda olmalıdır. Amma sağda olanda belə divar olanda yaxşıdır götürmək, amma orada olanda sağda biraz çətinlik olur. Solda yenə ona nisbətən baxanda belə olanda yaxşıdır. Və gördüyünüz kimi 45 dərəcə ilə vermişəm. Bu hissəni gördüyünüz kimi bax buradan çöldən o belə desək tranik var. Oradan bəri sıfırdan çəkdim. Köhnə borusu bax odur, görürsünüz bax. Söküb çıxartmışam. Burada isə mən nə elədim əzizləyicilər? Bu suşulkaya gedən xətlərdir də, bu köhnə firat borulardır, üst falik olan. Xət götürdüm, moydadırın altında qoyacağam. 2 dənə krank qoyacağam, bura istipol olacaqdır. Və burada da gördüyünüz kimi dəyişikliklər oldu da, köhnələri kəsdim. Bax buradan görürsünüz. Bax bu hissəyə gəldim. BD-yə və unitazın soyuq suyuna. Suşulkanı da ki, hələ onu deyim, yadımdan çıxmamış. Görün nə cür qoyublar. Yuxarıdan idi və suşulkanı aşağı üzə qoyublar. Ağzı yuxarı yox, ağzı aşağı idi. Görürsünüz, xamutunu da aşağıdan vurublar. Görürsünüz də, təcrübəli ustalar nə iş görübdür. Gör haradadır, yerdən haradasa 1 metr 60 sm hündürdədir. Plus da suşulkanı da ağzı aşağı qoyublar, ağzı yuxarı yox. Onu da pozdum, aşağı çəkdim. Suşulka qalından, yəni elə olmalıdır. Orta gör nə gündə çəkiblər. Bu qıraqla çəkilməli idi, qəşəng səliqəli. Ev sahibinə dedim, dedi, ehtiyaclı qalsın. Ev yoxdur, amma bu hissəni, bu kanalizasiyanı çəkdim. Təzdən çəkdim bunu. Çünki onlar tranik qoymuşlar. 100-ün 90 dərəcəsi, mən 45 dərəcə ilə işləyirəm ki, suyun axımı rahat olsun. Bu cür əzizləyicilər. Nə işlər olanda belə çəkib paylaşıram ki, sizlər də görəsiniz necə iş görürlər, neynirlər. Orada moydadır olacaq, moydaların altında olacaqdır. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarda paylaşana qədər sağ olun. Sizlər də abunə olmağı unutmayın əzizləyicilər. Sağ olun.